Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əvvəllər televiziya kanallarında aparıcı kimi fəaliyyət göstərmiş Zəhra Quliyevanın sosial şəbəkələrdə aktivləşməsi onun şəxsi həyatını gündəmə gətirib. Xəbər verilir ki, Zəhra Quliyeva son paylaşımlarında terapiyalarla məşğul olduğunu nümayiş etdirir. Bununla əlaqəli tirajların xəbər mətnlərində də keçmiş aparıcı sabiq nazir Mədət Quliyevin xanımı kimi təqdim edilsə də, izləyicilər cütlüyün ailə münasibətlərinin bitdiyini, onların rəsmi şəkildə boşandıqlarını qeyd ediblər. Əldə etdiyimiz məlumata görə Zəhra Quliyeva və Mədət Quliyev bir müddət əvvəl ayrılıblar. Birgə nikahdan doğulan övladlar ana ilə qalır. Mədət Quliyev onların maddi təminatını tam şəkildə qarşılayır. Qeyd edək ki, General Polkovnik Mədət Quliyev daha əvvəl Müdafiə Sənayesi Naziri vəzifəsində çalışıb. O, 2023-cü ildə Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsini icra edir. Sabiq nazir Mədət Quliyevin xanımı Zəhra Quliyeva ayrılıq xəbərlərinə münasibət bildirib. Xəbər verilir ki, bu barədə o sosial media hesabında paylaşım edib. Xahiş edirəm, mənə şəxsi həyatıma bağlı sual verməyin. Reyting xatirinə xəbər paylaşanda qarşı tərəfin fikrini öyrənin, o bildirib.